Hər birinizi xoş gördük, əziz xanımlar və cənablar, axşamınız xeyir olsun. Ulu Qədim Nizami yurdunda, Məhsət elində, Cavadxan torpağında, Ulu Qədim Gəncəmizdə bir dəyərli ailənin, bir dəyərli ocağın sevincinə cəm olmuşuq. O səbəbkarın, o favoritin, o atributun adını şərh eləmək istəyirəm. Ailəmizin ocağımızın birinci xanımı Mətanət xanımdır. Gəlin onu bir yaxşı alqışlarla təbrik edəyək. Sağ olun, əlləriniz var olsun. Təşəkkür edirəm. Mətanət xanımın bugün 65 illik yubileyinə cəm olmuşuq. Qadın adlı xilqətə, qadın adlı gözəlliyə baş əymək istəyirəm. Dünyaca böyük dahiləri, dünyaca böyük alimləri, sərkərdələri, qəhrəmanları, dahilərin dühasını cəmiyyətə nümayiş etdirən insanları analarımızdır, xanımlarımızdır dünyaya, vətənə, elə, obaya, kainata bəxş edən. Anamı düşünüb xəyala daldıqca, görmüşəm nə qədər o zəhmət çəkir. Onların ağ saçına nəzər saldıqca, mənim qara saçım xəcalət çəkir. Minnətdarlığımızı ifadə edir. Buyurun, əyləşib istirahətinizə baxa bilərsiniz. Bütün ömrüm boyu borçluyam sana, şərəfim, şöhrətim, şanım sana, qurbanım sana, qurbanım sana. Vay Əhmədim, vada, əxrimizsən, alqışlayıram üçün Orta məktəb illərindən Cəfər Cabbarlının şeirlərinlə böyüdük. Əgər bütün bəşəriyyət ədli ricanım olar, ürək simut eyləməz aldığı mətanətdən. Ricadır xəfmə məkan vermərəm gər alimlər, min ildə vəd edələr, dəhşəti qiyamətdə. Pərəklər tuta dövrüm, çəkinmərəm əsla, və ya ki vəd edələr, dövlət-i cahanı mənə ki, yıxılıb xaki payinə hər gün, öpüm ayağımdan, izn ilə, kimdir o, nədir o? Bu müqəddəs adın qabağında bir qul tək həmişə səcdədə durmaq mənə fəxalətdir. Onun əli ilə bəla bəhrinə yuvarlansam, yenə xəyal edərəm. Əzm istirahətdir, əzm istirahətdir. Bu anadır. Şamanlı bölümcə, qalaydı məndə, Qalaydı. nə dövlətim, nə də varım olaydı. Düşməndim, dalınca hər və harsızın əddindən dönməyən yarım olaydı. Dağ başına duman gələn çən düşər, sevinç qədər hər insana tən düşər. Təqibisine olursa şabanlık güzel şeydi. Vakti